Salam əziz izləyicilər. Bu günlərim 3-cü sinif məntiq Namazov testindən 20-ci və 21-ci səhifələrdə olan testlərin izahına baxacağıq. İlk öncə onu qeyd edeyim ki, onlayn və əyani dərslərimizə qoşulmaq istəyirsinizsə, qeyd etdiyim nömrəyə 070 310 74 56 nömrəsi ilə əlaqə saxlayaraq ətraflı məlumat ala bilərsiniz. Gəlin keçək testin izahına. Baxaq birinci sualımızın izahına. 37-dən 48 alıb nə edib? 11-i çıxırıq. 48-dən 19 alıb. Üzərinə 11 gəlirik daha doğrusu. 48-dən 59 alırıq. Nə edirik? Üzərinə 11 gəlirik. Aşağıya baxağım. 24-dən 35 almaq üçün nə edirik? Yenə üzərinə 11 gəlirik. 35-dən 46 alırıq. Nə etməliyik? Yenə üzərinə 11 gəlməliyik. Və biz sualın şərtində də qeyd olunub ki, iki ardıcıllıq eyni qanuna uyğunluq əsasında hazırlanmışdır. Gəlin baxaq görək düzdürmü? Yəni ikisində də baxın üzərinə 11 gəlir. Birinci ardıcıllığımızda da, ikinci ardıcıllığımızda da üzərinə 11 gəlir. Gəlin baxaq görək buna uyğun variantımız hansıdır? Baxın 19-un üzərinə 11 gəlsək 30 edir. Bəli, 30-un üzərinə 11 gəlsək 41 edir. Demək bizim düzgün cavabımız A variantı. Gəlin keçək digər ikinci sualın izahına. 5-dən 16 alır. İlk öncə 5-i 3-ə vursaq 15, üzərinə də 1 gəlsək 16. 16-dan 49 alır. 16-nı 3-ə vursaq 48, üzərinə də 1 gəlsək 49. 4-dən 13 alır. 4-ü 3-ə vursaq 12, 12-nin üzərinə 1 gəlsək 13. 13-dən 40 alır. 13-ü 3-ə vururuq 39, üzərinə də 1 gəlirik 40. Yəni burada hansı qanuna uyğunluq baş verdi? Hər ikisində də 3-ə vurub üzərinə 1 gəlirik. Gəlin baxaq görək buna uyğun cavabımız hansıdır? Baxaq B variantına. Baxın 3-ü 3-ə vursaq neçə edir? 9, üzərinə də 1 gəlsək 10. 10-u 3-ə vursaq neçə edir? 30, üzərinə də 1 gəlsək 31. Demək bizim düzgün cavabımız hansı oldu? B variantı. Gəlin indi isə keçək 3-cü sualımızın izahına. 63-dən 51 alır. Nə edir? 63-dən çıxır 12-sini. 51-dən 41 alır. 51-dən 10-unu çıxırıq, 41 alırıq. 41-dən 33 almaq üçün 41-dən 8-i çıxırıq. 33-dən 27 almaq üçün 6-nı çıxırıq. 27-dən növbəti ədəd almaq üçün neçə çıxmalıyıq? Hansı qanuna uyğunluq baş verdi? Cüt ədədlərin azalan sırayla çıxılması. Bir dəfə 12, 10, 8, 6. İndi isə neçə çıxmalıyıq? 4. 27-dən də 4-ün çıxanda neçə edir? 23. A-nı tapdıq 23. Gəlin keçək. İndi ikinci ardıcılığı tapaq. 59-dan 47 alıb nə edir? 12-sini çıxır. 47-dən 37 alır. Nə edir? 10-u çıxırıq. 37-dən 29 alırıq. Neçəni çıxırıq? 8-i çıxırıq. 29-dan 23 alırıq. Nə edirik? 6-nı çıxırıq. İndi 23-dən növbəti ədədi almaq üçün neçəni çıxmalıyıq? Baxın, bir dəfə 12 çıxdı, 10 çıxdı, 8 çıxdı, 6 çıxdı. İndi isə 4-ü çıxmalıyıq. 23-dən də 4-ünü çıxanda 19. Gəlin baxaq görək bizdə şərtdə bizdən nəyi soruşur? A və B yerinə hansı ədədlər olmalıdır? A-nın yerinə 23, B-nin də yerinə 19. Cavabımız C variantı. İndi isə baxaq 4-cü sualımızın izahına. 16-dan 18 alır. Nə edir? Üzərinə 2 gəlir. 18-dən 22 alır. Nə edir? Üzərinə 4 gəlir. 22-dən növbəti ədədi almalıdır və növbəti ədəddən 36, 36-dan da 40 almaq üçün nə edirik? Üzərinə 10 gəlirik. Uşaqlar, burada baxsaz diqqətlə görərik ki, üzərinə cüt ədədlərin gəlməsidir. Ardıcıl. Məsələn, üzərinə 2 gəldi, 4 gəldi. Gəlin baxaq görək, üzərinə 6 gəlsək, növbəti ədədi alıb sonra da üzərinə növbəti cüt ədədi gəlsək, cavabımız doğru edirmi? Gəlin baxaq. Demək, 22-nin üstünə 6 gələndə neçə edir? 28. Bəs yaxşı, 28-in üzərinə 1 8 gəlsək, 36 edirmi? Bəli. Demək, onda bizim x-imiz neçədir? 28. Gəlin baxaq aşağıdakı ardıcılığa. 19-dan 23 alıb nə edir? Üzərinə 4 gəlir. 23-dən 29 alır nə edir? Üzərinə 5 gəlir.
Üzr istəyirəm 5 çaşdım burada üzərinə 6 gəlir. 29-dan y almalıdır. Baxın, gəlin baxaq görək burada da cüt ardıcıl ədədlərin üzərinə gəlməklə növbəti ədədi tapırıq. Bax, bir dəfə 4 gəldi, 6. İndi də 29-un üzərinə 8 gəlsək neçə edir? 37. Bəs yaxşı, 37-nin üstünə biz 10 gəlsək 47 edirmi? Bəli, 47. İndi 47-ni də 59 almaq üçün nə edirik? Üzərinə 12 gəlirik. Demək, burada da hansı qanuna uyğunluq oldu? Ardıcıl cüt ədədlərin üzərinə gəlməklə növbəti ədədi tapırıq. Bəs yaxşı, indi bizim y-imiz neçə oldu? 37. 37 ilə də 28-in cəmi 65 edir. C variantı. İndi isə gəlin baxaq növbəti 5-ci sualımızın izahına. Baxın, 3-dən 6 alırıq. Nə edirik? Vururuq 2-yə. 6-dan 10 alırıq. Üzərinə 4 gəlirik. 10-dan 20 alırıq. Vururuq 2-yə. 20-dən növbəti ədəd almalıyıq. Baxın uşaqlar, burada hansı ardıcıllıq ola bilər? Nə deyə bilərik? 2-yə vurur. Baxın, birinci 2-yə vurur, sonra üzərinə 4 gəlir. Üzərinə 4 gəldi. 2-yə vurdu. İndi növbəti ədədi tapmaq üçün nə etməliyik? Üzərinə 4 gəlirik. 20-nin üzərinə 4 gələndə 24. Gəlin baxaq görək. İndi 4-dən sonra üzərinə 4 gəldik. Bəs yaxşı, növbəti ədədi tapmaq üçün, yəni 48 almaq üçün nə etməliyik? Bu həmin ədədi 2-yə vurmalıyıq. Görək 2-yə vuranda həqiqətən də 48 edirmi? Bəli. 24-ü də 2-yə vuranda 48 edir. Gəlin indi aşağıdakı ardıcıllığa baxaq. 1-dən 5 almaq üçün üzərinə 4 gəlir. 5-dən 10 almaq üçün vurur 2-yə. 10-dan 14 almaq üçün üzərinə 4 gəlir. 14-dən növbəti ədədi almaq üçün nə edir? Aşağıda hansı ardıcıllıq oldu? Birinci üzərinə 4 gəldi, sonra vurdu 2-yə. Gəlin baxaq, üzərinə 4 gəldi, vurdu 2-yə. Üzərinə 4 gəldi, indi isə vurmalıyıq 2-yə. 14-ü də 2-yə vuranda neçə edir? 28. Bizdən nəyi soruşur? A-nın cavabı neçə oldu? A-mız 24. B-miz neçə oldu? 28. 28 ilə də 24-ün cəmi neçə edir? 52. İndi isə gəlin baxaq 6-cı sualımızın izahına. 6-cı sualda baxın uşaqlar, biz demişdik ki, ardıcıllıq bu formada da ola bilər və bu formada da ola bilər. İndi isə burada isə dediyimiz ikinci üsulla həll etməliyik. Yəni 6-dan 12 almaq üçün 6-nı neçəyə vururuq? 2-yə. 6-nı 2-yə vursaq 12. 5-dən 15 almaq üçün 5-i neçə vururuq? 3-ə. 4-dən 16 almaq üçün neçəyə vururuq? 4-ə. 7-dən 35 almaq üçün neçəyə vururuq? 5-ə. İndi növbəti ədəd almaq üçün neçəyə vurmalıyıq? Baxın, 2-yə vurdu, 3-ə vurdu, 4-ə vurdu, 5-ə vurdu. Növbəti ədəd də 6-ya vurulmalıdır. Bəs yaxşı, o hansı ədəddir ki, onu 6-ya vuranda 48 edir? Bunu tapmaq üçün də bilirsiniz ki, 48-i bölürük 6-ya edir 8. Bizim hansı variant? A variantı. İndi isə gəlin baxaq növbəti sualımızın, 7-ci sualımızın izahına. Baxın, 24-dən 27 almaq üçün nə edir? Üzərinə 3 gəlir. 15-dən 19 almaq üçün üzərinə 4 gəlir. 17-dən 22 almaq üçün üzərinə 5 gəlirik. 18-dən 24 almaq üçün üzərinə 6 gəlirik. Bəs yaxşı, indi bu sual işarəsinin yerini tapmaq üçün üzərinə neçə gəlməliyik? Gəlin baxaq, bir dəfə üzərinə 3 gəldi, 4 gəldi, 5 gəldi, 6 gəldi. İndi isə aşağıdakı kvadratın içərisindəki rəqəmin üzərinə 7 gəlib, yuxarıdakını almalıdır. Yəni, burada aşağı ilə yuxarının arasındakı əlaqə nədir? Ardıcıl bir-bir ədədlər üzərinə gəlib, növbəti ədədi bu fiqurun, yuxarıdakı fiqurun içini tapırıq. Gəlin baxaq. Görək hansı variantımız düzdür. Baxın B variantına. 24-ün üzərinə, əgər biz 24-ün üzərinə 7 gəlsək 31 edir. Bəli, onda demək bizim cavabımız B variantıdır. İndi isə gəlin baxaq 8-ci sualın izahına. Baxın uşaqlar, biz demişdik ki, qanunauyğunluq verilir 4 dənə, ardıcıllıq verilir. Bunun içərisində biri həmin bu ardıcıllığı, bu qanunauyğunluğa əsasən baş vermir. Yəni, bu ardıcıllıq pozulur. Gəlin baxaq görək necə olur. 13-dən 17 almaq üçün nə edir? Üzərinə 4 gəlirik. Aydındırmı?
17-dən 21 almaq üçün yenə üzərinə 4 gəlir. 16-dan 20 almaq üçün üzərinə 4 gəlir. 20-dən 24 almaq üçün üzərinə 4 gəlir. 15-dən 17 almaq üçün üzərinə 2 gəlirik. 17-dən 21 almaq üçün üzərinə 4 gəlirik. 18-dən 22 almaq üçün üzərinə 4 gəlirik. 22-dən 26 almaq üçün üzərinə 4 gəlirik. Sizcə burada hansı 3 ardıcıllıqdır ki, üçündə də eyni proses baş verir? Gəlin baxaq. Üçündə də üzərinə 4 gəlirik. Burada da üzərinə 4 gəlirik. Baxın, ikisində buradadır. Amma üçüncüdə, baxın, 15-in üstünə 2 gəlib 17 alıb. Demək, üçüncü bizim bu qanun uyğunluğumuzu pozur. Yəni, doğru cavab hansı olur? 1, 2 və 4-cü ardıcıllıq. Hansı sualdır o da? Variantı 1, 2, 4. C variantı bizim doğru cavabımızdır. Gəlin, indi isə keçək növbəti sualın, yəni 21-ci səhifənin izahına. İlk öncə bu səhifəyə diqqətlə baxın. Ola bilər ki, nəsə diqqətlə baxmaq istəyirsiniz hər birinə. İndi gəlin keçək 21-ci səhifənin izahına baxaq. Bir saniyə. Demək, 9-cu sualın izahı ilə davam edirik. Uşaqlar, demək, biz 12-dən 15-dən 12 almalıyıq. Nə etməliyik 15-dən 12 almaq üçün? İlk öncə burada nə edirik? Bir saniyə. Burada üzərinə yəni yuxarıdakının üzərinə 3 gəlsək, aşağıdakı ədədi alırıq. Yəni 12-nin üzərinə 3 gəldik, 15 aldıq. 13-dən 16 almaq üçün 13-ün üzərinə 3 gəlirik, 16 alırıq. 17-dən 20 almaq üçün 17-nin üzərinə 3 gəlirik, 20-ni alırıq. 24-dən 27 almaq üçün 24-ün üzərinə 3 gəlirik, növbəti ədədi alırıq. Bəs yaxşı, 34-dən də 37-ni almaq üçün üzərinə 3 gəlirik. Bu deyir ki, eyni ardıcıllıqla baş vermişdi. Burada uşaqlar üzr sayın. Burada elə bildim variantlara baxmadım. 2 ardıcıllıq olacağını düşündüm. Burada bu üsulla deyil. Baxın, yəni burada deyir ki, ikisi eyni ardıcıllıqla baş verib və bizim variantımız da həmin qanun uyğunluğu əsasında olmalıdır. Gəlin diqqətlə baxaq onda. 12-dən 13 almaq üçün nə edirik? Üzərinə 1 gəlirik. 13-dən 17 almaq üçün üzərinə 4 gəlirik. 17-dən 24 almaq üçün üzərinə 7 gəlirik. 24-dən 34 almaq üçün üzərinə 10 gəlirik. Gəlin baxaq aşağıda. 15-dən 16 almaq üçün üzərinə 1 gəlirik. 16-dan 20 almaq üçün üzərinə 4 gəlirik. 20-dən 27 almaq üçün üzərinə 7 gəlirik. 27-dən 37 almaq üçün üzərinə 10 gəlirik. Yəni, burada hansı proses baş verdi? Üzərinə 1, 4, 7, 10 gəldi. Həm yuxarıdakı ardıcıllığın üzərinə, həm də aşağıdakının ardıcıllığın üzərinə. Birinci 1, 4, 7, sonra 10 gəlir. Gəlin, indi biz də buna uyğun aşağıdakı görək hansı variantımızdır ki, üzərinə bu ardıcıllıqla gəlsək doğru cavabı alarıq. Gəlin, baxaq A-ya. 13-dən 14 almaq üçün üzərinə 1 gəlirik, bəli, gəlirik. 14-dən 18 almaq üçün üzərinə 4 gəlirik, bəli. 18-dən 25 almaq üçün üzərinə 7, 25-dən də 35 almaq üçün üzərinə 10. Demək, bizim doğru cavabımız hansı oldu? A variantı elə bizim doğru cavabımızdır. Gəlin keçək 10-cu sualımızın izahına. Uşaqlar, baxın, 3-dən 6 almalıyıq. Nə edirik? Vururuq 2-yə. 6-dan 8 almalıyıq. Üzərinə 2 gəlirik. 8-dən 16 almalıyıq. Vururuq 2-yə, 16-dan da 18 almaq üçün üzərinə gəlirik 2. Hansı proses baş verdi? 2-yə vurdu, üzərinə 2 gəldi. Gəlin, indi ikinci ardıcıllığa baxaq. 6-dan 12 almaq üçün üzərinə 2-yə vurur. 12-dən 14 almaq üçün üzərinə 2 gəlir. 14-dən 28 almaq üçün 2-yə vurur, 28-dən 30 almaq üçün üzərinə 2 gəlir. Burada hansı ardıcıllıq baş verdi? Hansı qanun uyğunluğu? Yenə 2-yə vurur, üzərinə 2 gəlir. Yaxşı, gəlin baxaq üçüncüyə. 7-dən 14 alırıq. Nə edirik? 2-yə vururuq. 14-dən 16 almaq üçün üzərinə 2 gəlirik. 16-dan 32 almaq üçün vururuq 2-yə. İndi hansı proses olmalıdır? Baxın,
2'yə vurur, üzərinə 2 gəlir. 2'yə vurur, üzərinə 2 gəlir. Burada da 2'yə vurur, üzərinə 2 gəldi. 2'yə vurdu. İndi növbəti ədədi tapmaq üçün üzərinə 2 gəlməliyik. Yəni 32'nin də üzərinə 2 gələndə neçə edir? 34 bizim doğru cavabımızdır. İndi isə keçək 11-ci sualımızın izahına. Baxın, 83'dən 78 alır. İlk öncə neçəni çıxır? 5'i çıxırıq. 78'dən 68 alır. 10'u çıxırıq. 68'dən 63 alırıq. 5'i çıxırıq. 63'dən 53 alırıq. 10'u çıxırıq. 77'dən 72 alırıq. 5'i çıxırıq. 72'dən 62 almaq üçün 10'u çıxırıq. Və 62'dən 57'ni almaq üçün nə edirik? Yenə 5'i çıxırıq. 57'dən 47 almaq üçün 10'u çıxırıq. Gəlin baxaq görək üçüncüdə də bu prosesdirmi? Bəli, üçüncüdə 5 çıxır, 10 çıxır. 5 çıxırıq və 61'dən də növbəti ədəd tapmaq üçün nə etməliyik? Baxın, hansı qanuna uyğun olur? Birinci 5'i çıxırıq, sonra 10'u çıxırıq. Yəni, burada da birinci 5'i çıxırıq, sonra 10'u çıxırıq. İndi aşağıda da baxın, birinci 5'i çıxdı. Rəhli başqa rənglə işarəliyim, diqqətlə görə biləsiniz. Birinci 5'i çıxdı, 10'u çıxdı. 5'i çıxdı. İndi 61'dən neçəni çıxmalıyıq ki, növbəti ədəd tapaq? 10'u çıxmalıyıq ki, növbəti ədədimizi tapaq. Bu edir 50. 61'dən də 10'u çıxanda 51 edir. Bu da bizim C variantımız. Gəlin baxaq 12-ci sualın izahını. Uşaqlar, baxın, 1 ilə 2'nin arasında olan qanuna uyğunluq eynidir və buna oxşar olaraq da 3 ilə 4 arasındakı ardıcıllıqlar arasında da oxşar qayda baş verib. Gəlin baxaq görək bu hansıdır. 4'dən 8 alır, vurur 2'yə. 8'dən 5 alır, 3'ü çıxır. 5'dən 10 alır, vurur 2'yə. 10'dan 7'dən alır, 3'ü çıxır. İndi hansı proses baş verdi? 2'yə vurdu, 3'ü çıxdı. Burada. İndi gəlin buna baxaq. 7'dən 4 alır, 3'ü çıxır. 4'dən 8 alır, 2'yə vurdu. 8'dən 5 alır, 3'ü çıxdı. 5'dən 10 alır, 2'yə vurdu. Burada hansı oldu? Birinci 3'ü çıxdı, sonra 2 saniyə. Sonra 3'ü çıxdı, sonra 2'yə vurdu. Baxın, buradakı proses necə oldu? Çarpaz. Yəni birinci həll etdiyini, ikinci ardıcıllıqda ikincidir. İndi gəlin baxaq. Üçüncü ardıcılığa 5'dən 15 almaq üçün 3'ə vururuq. 15'dən 11 almaq üçün 4'ə çıxırıq. 11'dən 33 almaq üçün 3'ə vururuq. 33'dən də 29'u almaq üçün nə edirik? 4'ə çıxırıq. Burada hansı ardıcıllıq baş verdi? 3'ə vurdu, 4'ü çıxdı. İndi biz burada nə etməliyik? Birinci hansını eləməliyik? Yəni burada da bu formada çarpaz. Birinci həll olunan ardıcıllığı ikinciyə, ikinci yerdə həll olunan ardıcıllığı da birinciyə əlavə birincidə etməliyik. Məsəl üçün, vur 3'ü bu ardıcıllıqda birinci eləyibsə, biz onda vur 3'ü neçənci yerdə eləməliyik? İkinci. Bəs yaxşı, çıx 4'ü ikinci yerə salıbsa, biz onu 4-cü ardıcıllıqda birinci yerə əlavə etməliyik. Burada da gəlin baxaq görək hansı varianta. 8'dən 4'ü çıxsaq 4 edir, bəli. 4'ü də 3'ə vursaq 12. 12'dən 4 çıxsaq 8, 8'i 4'ə vursaq 24. Bizim doğru cavabımız A variantı. İndi gəlin keçək növbəti sualımızın izahına. Yəni ekran desin. Aha. 13-cü sualın izahına. Görək birinci ilə ikincinin arasında hansı proses baş verib? 43'dən 42 almaq üçün 1'i çıxırıq. 42'dən 40 almaq üçün 2'ni çıxırıq. 40'dan 37 almaq üçün 3'ü çıxırıq. 37'dən 33 almaq üçün 4'ü çıxırıq. 33'dən 28 almaq üçün 5'i çıxırıq. 13'dən 19 almaq üçün üzərinə 6 gəlirik. 19'dan 26 almaq üçün üzərinə 7 gəlirik. 26'dan 34 almaq üçün üzərinə 8 gəlirik. 34'dən 43 almaq üçün üzərinə 9 gəlirik. 43'dən 53 almaq üçün üzərinə 10 gəlirik. Aha, indi uşaqlar, burada hansı qanuna uyğunluq baş verdi? Gəlin baxaq görək. Birincidə ilk öncə 1'i, 2'ni, 3'ü, 4'ü, 5'i çıxır. Amma ikincidə
Baxın 5-dən sonra gələn hansı ədəddir? 6. 6, 7, 8, 9, hani 9, 10-u üzərinə gəlib burada çıxır. Burada isə axırıncı bax hansı rəqəm gəldi? 5. 5-dən sonra gələnləri üzərinə gəlir ikinci ardıcıllıqda. İndi gəlin baxaq görək 3 ilə 4-ün arasında hansı qanun uyğunluq var? 40-dan 38 almaq üçün 2 çıxır. 38-dən 35 almaq üçün 3 çıxır. 35-dən 31 almaq üçün 4 çıxır. 31-dən 26 almaq üçün 5 çıxır. 26-dan da 20 almaq üçün 6-nı çıxır. Burada hansı proses oldu? Çıxma prosesi oldu. Hansılar? 2 çıxdı, 3 çıxdı, 4 çıxdı, 5 çıxdı, 6 çıxdı. İndi bəs yaxşı, 6-dan sonra gələn ədəd hansıdır? 7, 8, 9, 10 və s. 11, 11. Bəs yaxşı, biz burada 3-cü ardıcıllıqda çıxdıqsa, indi 4-cü ardıcıllıqda nə etməliyik? Üzərinə gəlməliyik, yaxşımı? Desəz ki, müəllim, bax, o hansı qanun uyğunluğu əsasən dedik? Baxın, 1 ilə 2-nin arasında olan qanun uyğunluq bir-birinə bənzəyir. 3 ilə 4-ün arasında olanlar da bir-birinə. Məsəl üçün, birincidə çıxma oldu, ikincidə toplama oldusa, üçüncü qanun uyğunluğumuzda bizdə birinci çıxma oldu, indi isə toplama olmalıdır. Gəlin, baxaq görək, hansı variantda bu qayda uyğun gəlir. Baxın. Demək, üzərinə 7 gəlir. Baxın, üzərinə 7 gəlirik. 14 elədi, bəli. 14-dən 22 almaq üçün üzərinə 8 gəlirik. 22-dən 31 almaq üçün üzərinə 9, üzərinə 10 və üzərinə 11. Bu şərtimizi ödədimi? Ödədi. Bir saniyə. Aha, ay, silindi. Yəni, o şərti ödədimi uşaqlar? Bəli, ödədi. Ona görə də bizim cavabımız olur C variantı. Gəlin, gəlin baxaq, indi isə 14-cü sualımızın izahına. 14-cü sualda 36-dan biraz tünd rənglə rəhləyək, diqqət. 36-dan 18 almaq üçün 2-yə bölürük. 18-dən 20 almaq üçün üzərinə 2 gəlirik. 20-dən 10 almaq üçün 2-yə bölürük. 10-dan 12 almaq üçün üzərinə 2 gəldik. Hansı ardıcıllıq oldu? Böl 2, sonra üzərinə 2 gəldik. Bəs yaxşı, burada baxaq görək hansı alır. 30-dan 32 almaq üçün üzərinə 2 gəlir. 32-dən 16 almaq üçün bölür 2-yə. 16-dan 18 almaq üçün üzərinə 2 gəlir. 18-dən 9 almaq üçün bölür 2-yə. Burada hansı proses oldu birinci? Birinci üzərinə 2 gəldik. Sonra isə böldük 2-yə. Gəlin baxaq 3-dən 4-ə. 40-dan 20 almaq üçün nə edirik? Bölürük 20-yə. 20-dən 18 almaq üçün çıxırıq 2-ni. 18-dən 9 almaq üçün bölürük 2-yə. 9-dan da 7 almaq üçün çıxırıq 2-yə. Burada hansı qanun uyğunluğu oldu? Birinci bölmə oldu, sonra çıxma. Baxın, burada birinci ilə ikincidə necə oldu? Birinci olan qanun uyğunluq ikinci ardıcıllıqda ikinci oldu. Və ikinci qanun uyğunluq isə ikinci ardıcıllıqda birinci oldu. Yəni, çarpaz şəkildə. Burada da bu proses baş verir. Yəni, biz indi çıxma içini əvvələ salıb, bölmə içini isə ikinci planda etməliyik. Baxaq görək hansı variant. B variantına baxın. 38-dən ikisini çıxanda 36, 36-nı 2-yə böləndə 18, 18-dən ikisini çıxanda 16, 16-nı da 2-yə böləndə 8. Doğru cavabımız B variantı. Gəlin, baxaq 15-ci sualımızın izahına. 4-dən 8 almaq üçün nə edirik? 2-yə vururuq. 8-dən 10 almaq üçün üzərinə 2-yə gəlirik. 10-dan 20 almaq üçün 2-yə vururuq. 20-dən 22 almaq üçün üzərinə 2 gəlirik. Hansı proses baş verdi? Vur 2, üzərinə gəl 2. Bəs yaxşı. Burada baxaq görək hansı 5-dən 7 almaq üçün üzərinə 2 gəldi. 7-dən 14 almaq üçün vurdu 2-yə. 14-dən 16 almaq üçün üzərinə 2 gəldi. 16-dan 32-ni almaq üçün vurdu 2-yə. Burada hansı oldu? Burada isə birinci üzərinə 2 gəldi. Sonra vurdu 2-yə. Gəlin baxaq 3-lə 4-ün arasındakı ardıcılığa. 6-dan 12 almaq üçün 2-yə vururuq. 12-dən 10 almaq üçün 2-ni çıxırıq.
10-dan 20 almaq üçün 2-yə vururuq. 20-dən 18 almaq üçün 2-ni çıxırıq. Burada hansı olur? Burada 2-yə vururuq. 2-yə vururuq. 2-ni çıxırıq. Bəs yaxşı. İndi burada hansı? Baxın, bu birinci ardıcıllıqda olan birinci sırada gələn qanunauyğunluq, ikinci ardıcıllığımızda ikinci sırada gəlir. Baxın. Birinci ardıcıllıqda olan ikinci qanunauyğunluq, ikinci ardıcıllıqda, yəni birinci oldu. Yəni biz buna nə deyirik? Çarpaz deyək. İndi burada da çarpaz baş verir. Birinci hansı olmalıdır? 2-ni çıxmalıyıq və vur 2 burada birinci idisə, biz onu dördüncü ardıcıllıqda ikinci sıraya atırıq. İndi baxaq görək bu variantımıza, bu qanunauyğunluğa uyğun gələn variantımız hansıdır? Birinci 2-ni çıxırıb sonra 2-yə vurmalıyıq. Yəni burada birinci 2-ni çıxırıq, sonra həmin ədədi 2-yə vururuq, sonra yenə 2-ni çıxırıq, sonra həmin ədədi 2-yə vururuq. Baxaq görək hansı cavab buna uyğun gəlir. Məsəl üçün 7-dən 2 çıxsaq 5, 5-i 2-yə vursaq 10. 10-dan 2-ni çıxsaq 8, 8-i 2-yə vursaq 16. Uyğun gəldi? Bəli. Ona görə bizim cavabımız A variantı. Aydın oldu uşaqlar. Bu günlük bu qədər. Bu günlərim dərsimizdə 3-cü sinifin məntiq Namazov testindən 20-ci və 21-ci testlərin izahına baxdıq. Oldu, hələlik. Gələn dərs görüşənədək.